Salam, hər vaxtınız xeyir olsun. Əziz futbol azarkeşləri, dəyərli Xəzər Futbol Liqasının izləyiciləri. 12-ci sezonda qrup oyunlar davam edir. Günün ilk qarşılaşması və turun mərkəzi görüşlərindən biri hansı ki Milan Bakı və Şimal Qres kollektivləri üzrədir. Hər iki komanda uğurlar arzu edirik ki, güclü olan qalib olsun deyirik. Maraqlı məhsuldar oyuna şahid olacaq. Meydandan sol tərəfdə Şimal Qres kollektivi, sağ tərəfdə isə Milan Bakı komandası yer alır. Bir qədər də start heyətlər barəsində bəhs edir. Hansı ki, Şimal Qres hər zaman olduğu kimi qapını Vahid Məmmədov qoruyur. Müdafiədə Tural Əhədov və Malik Zeynalov mübarizə aparacaq. Mərkəzdə Tomas Şirnov, hücumda Fuad Əziyev və kapitan İlkin Heydərov. Digər tərəfdə Milan Bakovla qapıda Elvin Əşimov, müdafiədə kapitan Zəfər Hüseynov, Orxan Baxşizadə. Daha sonra mərkəzdə Səid Vəlizadə, hücumda isə Mircəyin Mənsimovla Mikail Həsənov mübarizə aparacaq. Təbii ki, əvəz etmələr başlayan zaman bunu da nəzərimizə çatdıracaq. Oyunda sürətli başladı artıq. İki komanda adına həmlələr izləmişik. Normalə ki, qolsuz bərabərlik var Yeni Suraxanı stadionunda. Zəfər Hüseynov silahlı Orxan özünü təklif edirdi. Mərkəzə doğru ötürməyə Mikail Orxanla oynadı. Mircəyin Mənsimov ötürmələr o müdafiədən çıxardılar. Gözəl paslaşma izlədik. Amma nəticəsiz qaldı. Yeni gələnlər biz xoş gördük. 300 nəfəri artıq ekranımızda qardaşlar bəyənirik. Maksimum dərəcədə bəyənirik, paylaşırıq. Suallarınız olduqca da heç çəkinmədən yazın. Çünki mən çalışdığım qədərlər hər birini cavablandıracağım. Bir qüvvətli zərbə Tomas Şirinovdur bu. Sol ayaqla zərbə. Uzaq küncü nişan aldı Elvin. Bu zərbə qarşısına aciz qalır. 1-0. Bir qədər əvvəl qeyd etdim ki, sürətli başlayıb bu məhsuldar bir qarşılaşma müjdə ola bilər. Həqiqətən də elə oldu qarşılaşmanın 3-cü dəqiqəsində. Hesab açılır, görüşdə tilsim qırılır. Qapının kilidini isə Tomas Şirnov açı. İndi rəqibi buna cavab olacaqmı, yoxsa bir tərəfli qollar mı izləyəcəyik? Ekran bəyənənlər sizlərə ayrıca minnətlərim, aşağıda adlarınızı görəm. Hər bir zarlaqın təşəkkürümü bildirəm. Bir ar ötürməsi Malik Elvin Əşimov. Bu səfər keçid vermə rəqiblərini məyus edir. Elvin Əşimovun burada komanda yoldaşlarına sərt iradı var idi. Niyə bu boşluq verilir? Rəqibə zərbə üçün Zəfər Hüseynov. Mərkəzə doğru ötürmə Səid Vəlizadə. Ayaq saxladı Mircəyin Mənsimov. Elvin Əşimov topladı. Yeni Suraxanı stadionunda Şimal Qresi minimal hesablı üstünlüyü var. Milan Bakı önündə. Əhədov. Əhədov müdafiəçi olmağına baxmayaraq, adətən biz onu müdafiədə izləməyimizə baxmayaraq, bu arada Tomas Şirnovdan daha bir qolu gəldi. Tomas dublini rəsmiləşdirdi. Komandasını və özünün ikinci qolunu izlədi. 2-0, 2 cavabsız qol. Sualı bir dəfə yazın, məni yoxsa spama göndərsiniz. Bir dəfə. Forza bu turnirdə iştirak etmir. Mircəyin Mənsimov, Əhədov. Əhədov üçün vurğu edirdim, fikrim yarımçıq qaldı. Tamamlasam, Tural Əhədovu adətən biz müdafiəçi qismində izləyirik, amma çox dəqiq qüvvətli zərbələri var. Bəzən hətta ondan Trivela ilə qollar izləmişik. Yeni Suraxanı stadionu və Şimal Qresin 2-0'lık üstünlüğü var Milan Bakı önündə. Orxan Baxşizadə. Zəfər Hüseynov. Orxan bir ara ötürməsi, gözəl ötürmələr izlədik. Son ötürmə rəqibi alındı. Fuad Əziyev. Bir ara ötürməsi Tomas. Tomas bu səfər alınmır. Məhz 2 qolda biz onun ifasında izləmişik. Zəfər diaqonla doğru ötürmə. Səid. Həml etsə də burada topu meydanda saxlamaq mümkün olmadı. Ekran bəyənməmizi qardaşlar 10.000 edirik, sonra deyənlərə zəhmət olmasa bəyənə paylaşaq, 10.000 olsun.
Öncədən minnətdaram. Bəyənənlər var idi. İlkin Heydərov, Şimal Qresin yeni əmləçisi. Burada ötürmə imkanat çatmır. Digər kapitan müdaxilə etmişdi Orxan Baxışzadə. Mərkəzə doğru ötürmə Mikail. Nəzər çatdırım ki, məhz bugün ayrılan 4 qarşılaşma var. Nasıl ki, bu 4 qarşılaşmadan biri. Bu arada Thomas aşırtma zərbə dirəkdəydi. Burada Elvin'in də müdaxiləsi vardı. İlkin Heydərov. İlməşimovdan ard-arda sevlər izləri. Orxan yerdə qaldı. Yerdə qaldı orada. Thomas'ın zərbəsi onun üzünə dəydi. Bir xəsarət almadı. Hər kəs onun yanına yollandı. Çox təcrübəli oyuncu Orxan Baxışzadə. Hər şey yaxşı görünür. Arxaya qalxıb mübarizəsini davam edəcək. Bir də xatırladım, Yeni Suraxanı stadionunda bugün ayrılan 4 qarşılaşma var. 3-ü məhz 12-ci sezonda qrup oyunları çərçivəsində, biri isə 11-ci sezonun 4-1-in cavab oyunu. Ultraslan və Sumqayıt kollektivlərini biz yenidən üz-üzə görəcəyik. Onda yeri gəlmişkən xatırlatmasını edək. Orada isə referin sərbəst atışlar artıq oyun bərpa olunur. Orxan Baxışzadə isə hər şey yaxşı görünür. Mübarizəsinə davam edəcək. 3 oldu ekran bəyənməmiz. Hər bir zarlıqda təşəkkürümü bildirirəm. Məsələn, ekran bəyənə sizlərin nə sualınız varsa yazın. Mən də cavablandırma hazıram. 10.000 edək, sonra dayanaq, sonra bəyənməsəydi olar. İlkin Heydərovla Şimal Qresin yeni əmləsi başlayır. Heydərov. İlkin Heydərov və gol! İlkin Heydərov. Kapitan fərqlənir. 3-0. 3 cavabsız gol. Milan Baku kollektivi bir qədər özünə gəlməlidir. Texniki zonada oyunu dəyişə biləcək. Yalnız bir oyuncu var burada. Mokudu. Mən sirələn dəqiqələrdə biz onu meydanda görə bilərik. Xeyr, mən bugün Aksuda deyildim. Yəqin ki, Difai Bakı Sporting oyunu deyirsinizsə, Ceyhun Rızayev edib. İlkər həmkarımız. Mən dünən Şamaxıda idim. Şimal Şafa görüşündə. Korner. Səyid zərbə burada. Hədov. Yaxşı sığortaladı. Bizim ispertli zərbənin qarşısını kəsməyi bacarmışdı. Daha bir korner elini izinatdan. Orxan Baxışzadə topun arxasında ötürmək istəyalamadı. Hədov. Orxan bir halda zəmlə. Mircil Mənsimov. Yaxın gücünü nişan aldama. Çöldən yantorlar sirkələdi. Çərçivəyə düşmək mümkün olmadı. Fuad Əziyev. Hədov. Yeni Suraxanı stadionda Şimal Qresin 3-0'lıq üstünlüyü var. Milan Baku önündə. Thomas Şernov dubl edib və digər qolun müəllifi də kapitandır. İlkin Heydərov idi. Bəsi gedən sözü gedən oyuncunun ötürməsi Hədov dabanın ötürməsi Fuad Əziyev. Mərkəzdə İlkin yenidən özünü təklif edirdi. Thomas'la oynadı bu ötürmə. Bir qədər uğursuz alındı Orxan Baxışzadə. Kələsənov burada topu buraxdı. Sərin hərəkətlənəcəyini düşünürdü, amma bir-birlərinə başa düşmədilər. Qapıdan zərbə. Yeni gələnlər biz xoş gördük. Hər birinizi salamlayıram. Ekranımızda bəyənən zəhmət olmasın. Heydərov zəfəri yola saldı. Simov müdaxilə etməyə bacarmışdı. Korner. Doğrusu out. Səhvimi düzəldim. Yan xətədə oyuna daxil edilməlidir. İlkin Heydərov, Thomas Şerinov. Bu ikilinin ifasında biz qollar izləmişik. Məhz Bakuda oyunu dəyişə biləcək potensial əvəz etmədən bəhs etdik. Bir qədər rəqib adına asık öndə olan tərəf Şimal Qres adına bu haqda bəhs edək. Texniki zonada ehtiyatlar skamyasında İlkin Alışov və Jenya Afanasyevi görür. Verilən dəqiqələrdə əvəz etmələr başlayan zaman bundan nəzərimizə satdıracağım. Burada Elvin Əşimov qapısını tərk etmişdi. Qapı boşdur. Thomas Şerinov. Malik Zeynalov. Malik zərbəsi salındı Elvin. Korner. Bu arada rəsmi xəbərdarlıq mı? Bəli, Əlcibə getdi. Görüşdəki ilk rəsmi xəbərdarlıq Elvin Əşimova göstərilir. Bir qədər əvvəl topu özü daşıdı.
itirdikdən sonra isə qaydanı pozmuşdu. Top Şimal Qres oyuncularda qaldığı üçün zəminimizə orada Fəqan Kərimov oyunu davam etdirdi. İndi isə Elvin Həşimov sarı vərəqəsini gördüm. Mikayel Həsənov yerlə zərbə Vahid. Soruları dəymişdi. Yaxından top oyuna daxil edilməlidir. Yeni Suraxanı stadionunda 3 cavabsız gol var. Bir daha qeyd edirəm. Şimal Qres 3-0 hesabı öndədir. Milan Baku önündə. Artıq 12-ci sezonda qrup oyunları bitmək üzrədir. Səhv etmirəmsə bu həftə son qrup oyunları oynanılır. Artıq növbəti həftədə biz playoff görüşlərinə keçid edəcəyik. Bir ötürmə, burada Orxan Baxşizadə topunsa da topu qapıya çevirmək mümkün olmur. 4600 ekran bəyənməmizi 10.000 edirik qardaşlar. Zəhmət olmasa bəyənərlər. Hər birisi ayrı-ayrı minnətdarlığımı bildirəm. 10.000 edirik, sonra dayanırıq. Orxan Baxşizadə, Milan Bakun əmləsi Mikayel Həsənov. Bir ara ötürməsi keçmədək. Sizom şansı Valda Cəmlə. Bir rəqibdən yayma bazarda ayaq saxladı. Tomas Qatdemli. Tomas yerlə zərbə. Bu səfər alınmır. Mirceyhun Mənsimov. Mikayel Həsənov. Elvin Həşimov ayaq saxladı. Zəfər Hüseynov. Səmti dəyişdi. Mərkəzə doğru ötürmə Əziyev. Səyid Vəlizadəni qabaqladı. Bu topu meydanda saxlama mümkün olmur. Altı Milan Bakunundur. Mikayel bir ara ötürməsi Əziyevdən keçmədi. Çox yaxşı düşünmüşdü. Ötürmə Mənsimov satsaydı. Belki də fərqli senari izləyə bilərdik. Yeni Suraxanı stadionunda Şimal Qres 3-0 hesabı öndədir. Milan Baku önündə. Mirceyhun Mənsimov. Səyid Vəlizadə. Mənsimov! Nefer davam dedi. Orxan Baxşizadə ard-ard əmlələr. Və indi refer mərkəzi göstərir. 1-3. Bərqədər azalır. Ard-ard əmlələr izlədi orada Malik Zeynalovun. Mübarizəsi vardı. Topu uzaqlaşdırmaq istəyirdi, amma top qapıdan keçib. Onlara ehtiyac qalmadı. Burada xüsusən vurğu edəcəm Fuad Əziyev. Hansı ki, epizoda yaxın idi və fair play edərək topun qapıdan keçdiyini öz referiyə çatdırdı Malik Zeynalov. Əhədov bir rəqimdən yayında, amma Zəfəri görmədi orada. Zəfər Hüseynov. Kapitan topu daşır Zəfər. Digər kapitandan yayma bazarda. Zəfər! Sırmaya da verə bilərdi. Cinarda bir komand yoldaşı var idi. Özü zərbə indirmək istədi, amma nəticə hasil olmurdu. Bu arada potensiyalı vəziyyətmədən bəhs etmişdik. Artıq Şimal Qres adına ilk dəyişikliyi baş tutur. Tural Əhədov meydan tərk etdi. Onun əvəzinə Jeniya Afanasyev meydandadır. Hesabısa bir daha xatırladıram. Yeni Suraxanı stadionunda Şimal Qresin 3-1 üstünlüyü var Milan Baku adına. Milan Baku görək tilsimi qırdıqdan sonra bir neçə qolla girdiniş və yaxud ən azından hesabı bərabərləşdirməyə bacaracaqmı? Zərbə cəhdi Tomas Şirinov həyətdirik edir. Rəqimin çox sevinməsinə, ümidlənməsinə imkan vermədi. Bu arada biz davre vəziyyətmənə şahid olduq. İlkin Heydərov kapitan meydan tərk edir və adaşı meydandadır. İlkin Alışov. Mirceyhun Mənsimov. Bir aldal cəmlə. Mənsimov və gol! Mirceyhun Mənsimov idi bu. Bir rəqibindən sıyrılma bacardı. Daha sonra zərbə indirdi. Topu 9'luğa sancır. 2-4. Baxın bir gol izlədik. Mənsimovun ifasında. Baxın, həqiqətən də məhsuldar bir qarşılaşma izlədik. Artıq ilk hissədə 15 dəqiqəni geridə qoymuşuq. Və nə az nə çox 6 golun şahidi olmuşuq. Tomas. Jeniya Afanasyev. Malik Zeynalov. Malik.
Seyidin təzyiqi var. 2 nəfərin artəsindən topu çıxaracaqmı? Fuad Əziyev bir qədər ayaq saxladı. Bir ara törməsi Mikail. Fuad Əziyev, Tomas Şirinov. Diaqonalda Malik özünü göstərdi. Bu ötürmədə ona doğrudur Malik Zeynalov. Fuad Əziyev izlətmədən zərbə indirmək istədi amma istənilən kim alınmır. 6-0 oldu ekran bəyənməmiz. Yeni gələnləri xoş gördük. Gözəl örəklər üçün minnətdaram. 10.000 edirik ekran bəyənməmizi, sonra dayanırıq və suallarınız da varsa çəkinmədən yazın, mən hər birini cavablandırmazdıram. Minnətdaram, var olun. Aşağıda da bizi görən bəyənədər. Hər bir zal yaxda minnətdarlığımı bildirirəm. 10.000 edirik, sonra dayanırıq. Suallarınız olursa da yazın. Xatırladım ki, yeni Suraxanı stadionda Xəzər Futbol Liqasında 12-ci sezonun qrup oyunları çərçivəsində bu kollektivlər üzrə gəlir. Şimal Qreysin 4-2 üstünlüyü var Milan Baku önündə. Turnirlə bağlı ətraflı məlumat əldə etmək istəyənlər, burada dirəyə dəydi Orxan Baxşadənin zərbəsi təkrar həmlə Mənsimov. Zərbə keçmir. Elnur təşəkkür. Bir də qeyd edilməsi turnirlə bağlı ətraflı məlumat əldə etmək istəyənlər, mənə şəxsidən yazmağınız kifayətdir. Yönləndirəcəm turnir rəhbəri şəxsən özü suallarınızı cavablandıracaq, ətraflı məlumatı sizə təqdim edəcək. Orxan Baxşadə aldalıcı həmlələr. Mikail yenidən Orxanı düşündü, ötürmə ünvana çatmır. Vahid, Malik Zeynalov. Tomas gözləmirdi bunu. Out. Milan Bakın ondu. Orxan. Bu arada artıq əvəziyyətimə baş tutur Milan Bakın heyətində. Nokunu biz meydanda görürük. Seyid Vəlizadə əvəzlənib. Tomas. Fuad Əziyev. Vahid Məmmədov. Vahid. Ötürmə ünvansız idi. Hidayət. Tomas Şirinov. Bir ara törməsi yaxşı düşündü Malik. Bu qapıyı çevirə bilmir. Yeni Suraxanı stadionunda Şimal Qreys 4-2 hesabı ilə öndədir. Milan Baku önündə. 7900 artıq ekran bəyənməmiz 10.000 edirik, sonra dayanırıq. Hər bir zavaqda təşəkkürümü bildirirəm. Mikail. Orxan Baxşadə bir rəqimdə yayında Orxan. Mokov, Zəfər Hüseynov. Mikail ram edə bilmir. Jeniyanın müdaxiləsi vardı. Tomas irəlilədi. Şirinov. Tomas. Zəfər Elvin rəqimini məyus edir. Orxana təzyiq var Baxşadə artıq orada. Tomas aldatmışdı. Asarxana qarşı qayda pozulur. Cərimə zərbəsini zərər çəkən özü yerinə yetirdi. Ceyhun Mənsimov bir qədər sanki yer dəyişmədi. Var Milan Bakı oyuncular arasında Ceyhun Mənsimov ötən dəqiqələr ərzində müdafiəçi qismində çıxış etdi. Bir qədər mərkəzə çəkilib. Mikail Həsənov yerdən mübarizə aparacaq kimi görünür. Hücumda isə Orxan Baxşadə və Mokunu izləyə bilərik. Fuad Əziyev. Tomas Fuadın önünün istiqamətə buraxdı. Əziyev Elfindən sıyrıldı. Jeniya Afanasyev. Jeniya Afanasyev və gol! Jeniya! Sanki gol gəlirəm deyirdi. 5-2. Sol ayaqla indirilən zərbə. Jeniya Afanasyev. Fərq yenidən 3-ə yüksəldir. Yeni Suraxanı stadionu Xəzər Futbol Liqası 12-ci sezon qrup oyunları çərçivəsində Şimal Qreys 5-2 hesabı ilə öndədir. Milan Baku önündə. Qarşılaşmada artıq ilk hissədə son 5 dəqiqə bunda xatırlatmasını edib. Mokov. Zəfər özünü göstərdi. Mokov yerlə zərbə.
İlkin Alaşov. Tomas Şirinov. Ama çox meydanda saxlamaq mümkün olmadı. Zəfər Moku. Moku bir qədər ayaq saxladı. Gözü gəzir komanda yoldaşlarına. Meydan rəqabət səsindədir. 3 komanda yoldaşı var idi. Geri ötürmə verdi. Elvin Əşimov da əmlələri qatılır. Bir qədər risk almağa başlayıblar. En azından fasilədən öncə fərqi bir qədər azaltmaq istəyir. Məhz Milan Baku kollektivi Elvin bir qədər riskli ötürməyə idi. Az qalsın. Şimal Qres oyuncuları onu cəzalandıracaqdır. Yeni Suraxan stadionu, Bakıdır, Bakı. Arkan Baksadə. Mensimov. White. Tomas Şirinov. Malik Zeynalov. Qardaş, mən sən dünən səssizə yox, bir boşa blok atmışdım axı elə bir. Əziyevin zərbəsi alınmır. Jenya Afanasyev. Mikhail Həsənov. Diaqala doğru ötürmə. Ötürmə Ivana Zatdan Moku boşla, başla zərbə. Uğurlu olmur Əziyev. Tomas. İfadə Əziyev. Gözlətmədən ötürmə Elvin Əşimov. Sətini ilə də olsa topu saxladı Elvin. Bir rəqimdə yayma bacardı Elvin. Əziyev. Fuat Əziyev. Fuat Əziyev. Nəşimov qapısını boş qoymuşdu. Əziyev onu cəzalandırır. İzah məsafədən bir aşırtman zərbə. Uğurlu alınır 6-2. Fərq bir qədər də artdı. Tomas. Fuat Əziyev. Bu səfər alınmadı. Efərdə sağdan nəzər yetir. Yavaş-yavaş ilk hissənin sonlarına yaxınlaşırıq. Artıq görünür ki, Şimal Qres fasilə üstün tərəf kimi yollanacaq. Dirəymə fasilədən öncə hesabda bir dəyişiklik olacaqmı? Yeni Suraxan stadionda bir daha xatırladıram. Şimal Qresin 6-2 üstünlüyü var. Milan Baku önündə. Moku, burada Jenya Afanasyev. Tomas daha yaxında Şirinov. Əziyev. Jenya Afanasyev. Fuat Əziyev. Tomas. Əziyev. Möhtəşəm ötürmələr, möhtəşəm kombinasiya və qol da gəldi 7-2. Və bu ilk hissənin son cəhdi, son qolu oldu. Referi bu əmrələdə ilk hissəni bitirir. Komandalar fasilə olunur. Esir ayrılmırıq fasilədən sonra yenidən bir yerdəyik.